Rəhman və Rəhim olan Allahın adıyla. Ev tapşırığı. Fatihə surəsi 1-ci ayədən 7-ci ayələrini biz keçdik. İndi isə ev tapşırığı veririk. Fatihə surəsi elə bir surədir ki, onun qiraətinin düzgün olması şərtdir. Çünki namazda da biz bu surəni deyirik. Hifzdə isə belə deyil. Hifz o deməkdir ki, hər ayənin yerini, rəqəmini biləsən. Ayələri sondan əvvələ və əvvəldən sona qədər deyə bilməlisən. Əgər ərəb dilində ayə deyilsə, onun hansı surə, ayə, rəqəminə qədər, səhifəsinə qədər bilməlisən. Eləcə də Azərbaycan dilində bilməlisən. Azərbaycanca deyilsə, ərəb dilində bilməlisən, ərəbcə deyiləndə Azərbaycanca deməlisən. Yəni, hər halda, hər dildə bilməlisən və Azərbaycanca deyilsə, hansı ayə, hansı rəqəm olduğunu bilməlisən. 1-dən 7-yə, 7-dən 1-ə qədər həm Azərbaycan, həm ərəbcə bilməliyik. Hifz edən insan geri-geriyə də deməlidir. 7-dən 1-ə qədər də deyə bilməlidir, 1-dən 7-yə qədər də. Və hər hansı bir ayəni, misal üçün desək ki, 4-cü ayəni denən ərəbcə tez deməlidir. Əgər Azərbaycanca desək, misal üçün 2-ci ayəni denən aləmlərin Rəbbi olan həmd Allaha məxsusdur, deyə bilməlidir. Yaxud birdən desələr ki, 6-cı ayəni ərəbcə denən İhdinəs sıratal müstəqim deməlidir. Yəni, hər halda əzbərə bilməlidir. Yəni, Fatihə surəsini namazda biz bilirik ki, 1-dən 7-yə qədər deyirik, çünki əzbərə bilirik, rahat deyirik. Amma hifz o deməkdir ki, biz gərək rahatlıqla həm Azərbaycan dilində geridən deyə bilməliyik, həm əvvəldən axıra qədər, həm 5-ci ayə hansıdır, həm 2-ci, oradan-buradan sizdən soruşsalar da, siz həm ərəbcəsini, həm Azərbaycancasını deyə bilməlisiniz. İkinci ev tapşırığı dərkən önəmli olan budur ki, yəni ev tapşırığımız budur ki, siz indi hər hansı bir müəllimə sizdən soruşsa, gərək dərsdə cavab verəsiniz. Ki, misal üçün, Fatihə surəsindən söhbət gedir. Fatihə surəsi, misal üçün, Məkkədə nazil olunub, 7 ayədən ibarətdir. Misal üçün, o biri surələr Allahın insanlara müraciətidir. Amma Fatihə surəsi insanın Allaha müraciətidir. Bunu bilməliyik. Sonra, hansı səhifədə yerləşir? Bunlara hamısını dərsdə siz cavab verməlisiniz. Və təbii ki, müəllimə soruşanda ki, əvvəldən axıra, axırdan əvvələ ayələri denən 7-ci ayə, 6-cı ayə, 5-ci, 4-cü, belə axıra qədər ərəbcəsini deməlisiniz. Eynən də Azərbaycancasını, eynən də Azərbaycancasını əvvəldən axıra qədər deməlisiniz. Çox önəmlidir ki, insanın bəhs yoldaşı olsun. Bu sizin bacınız, hər hansı rəfiqəniz və ya qohumunuz da ola bilər. Sizlə eyni bərabər bu işə başlasa, lap gözəl olar. Yəni, o da öyrənsə, siz də öyrənsəz daha gözəl olar. Onunla bərabər bu işə başlasaz, həm bir-birinizə motivasiya olar, həm də bəhs yoldaşınız olar. Bəhs olmasa, öyrənilən ayələr lazımı qədər yadda qalmaz. Bəhs səbəb olur ki, səhv edəndə kitaba baxmayasan və qarşı tərəfi səhvini düzəldir. Misal üçün, hər hansı bir səhvi dedik, səhv elədik. Kitaba baxsaq, bəlkə də yadda qalmaz ikinci dəfəsi. Amma bəhs olunanda, hər hansı bir biz səhv edəndə, qarşımızdakı insan bizə o səhvi tutanda, biz həmin səhvi daim yadda saxlayacaq. Yəni, hər dəfə eyni yerdə səhv etsək də belə, önümüzdəki insan onu bizə xatırlatsa, biz artıq bizim yaddaşımızda qalacaq və həmin o səhvi etməyəcəyik. Və sonda da istərdim sizə hifz haqqında bir hədis deyim və əgər bu hədisləri əzbərə bilsəz daha yaxşı olar. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub, Quran hafizləri Allahın rəhmətinə tabedirlər. Allahın nurunu daşıyanlar, Allahın kəlamını öyrədənlərdir. Kim onlarla dostluq etsə, Allahla dostluq etmiş olar. Kim onlarla düşmənçilik etsə, Allahla düşmənçilik etmiş olar.
Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.